Sual verirlər ki, bir hədisdə oxumuşam ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Şaban ayında çox oruç tutardı. Digər bir hədisdə isə bildirilir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Şaban ayının yarısından sonra oruç tutmağı qadağan edib. Bu iki hədisi necə cəm etmək olar? Cavab belədir ki, alimlər bu iki hədisi belə cəm edirlər və bildirirlər ki, əgər insan Şaban ayının əvvəlindən oruç tutmağa başlayıbsa, həmin insan Şaban ayının yarısından sonra da orucunu davam edə bilər. Yox, əgər insan Şaban ayının əvvəlini oruç tutmayıbsa, o insan Şaban ayının yarısından sonra oruç tutması bəyənilmir. Yəni bu qadağan haram dərəcəsində deyil, məkruhdur, bəyənilmir. Amma əgər Şaban ayının əvvəlini orucla başlayıbsa, Şaban ayının yarısından sonra da davam edə bilər. Hikmətinə gəlincə, doğrusunu Allah bilir. Alimlər qeyd edirlər ki, burada hikmət bir insanın Şaban ayının yarısından sonra oruç tutub Ramazana kimi özünü yormasın deyə, yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bunu qadağan edib və bildirib ki, bu bəyənilmir.